Belə bir dəstə küyd almışam. Bir dəstə küydün qiyməti bilsin neçə gəldi. Bir banka tənəyi almışam mən. Xaricdə yaşayan 2 dənə Azərbaycanlı bir-birinlə görüşəndə nə edir? Təbii ki, dolma bişirir. Niderlanddayam. Dolma bişirəsiyəm. Dostumla birdə bişirəcəyik. Yarpaq tapdıq. Burada belə bir mağaza var. Molda. Molun içərisində bir dənə mağaza var. Adı İmigrant Marketdir. İmigrantlar üçün deyək, imigrantlar orada işləyirlər. Belə də ərəb, bizimkilər, nə bilim, ruslar, hamısı yoxsun. Və orada belə hər şey satırlar, bizə lazım olan. Tənək aldım belə yarpaq. Qısatıyorum bu. Anna, üstüm batırdım. Battı. Neyse, bundan sonra videom belə olacaq. Gözəldür, normal, bu belə. Bunu biz neçə almışam? Bir banka tənəyi biz neçə almışam Avropadan? Avroya. Sonra nə aldıq? Dolma üçün. Dolmanın reseptini sizə göstərəcəm həm də. Mənim mamamın şəkildən göndərdiyi resepti sizə də yazın, özünüz üçün lazım olar. Mənə lazımdır küt, belə deyil. 1 avro 30 sent. Bir dənə bu küt 2 manat 60 qəpik. Bundan 2 dənə almışıq. Ondan sonra almışıq bir dəstə reyhan, belə. Görürsən? Məncə bu iyini qısadır, iyinə baxmazam amma. It's good one. Geçen Reyhan'ın bu bir dəstə Reyhan. Oy, Reyhan hansı görürsən bunlardan hiç bilmirəm, bunları oxuyamıram. Amin, ha, 1.92 avro. 4 manada bir dəstə Reyhan. Ondan sonra düyü, bir paçka. Düyünü necə aldıq? İlginç şeydi, 1.19, 1 avro 19'a düyü almışıq. Ondan sonra göy soğan. Babamın istifadə elədiyi 3 dənə göyərti var dolma üçün. Göy soğan, reyhan və küt. Bu isə göy soğanı almışıq. Bosu. O da 1 avroya. 2 manata bu. 2 manat. Ondan sonra nə qaldı? Bir də manat. Belə bir yarım kilo manatı. Yarım kilo manatıya vermişik. 7 avro. 14 manat. Yarım kilosu 14 manata. That's it. Dolan hamısını qarışdırırıq. Sonra həmin bu açdığımız dolma bankasına büküb şey deyirik. Küçük qoyuruq pişməyə və yeyirik. Nuş olsun. Mən 3 avro 25 sentə, yəni 6 qəpik. 6 manat 50 qəpiyə bir banka belə tənək. Bir stəkan düyünü təmizlədim, nəhayət bura dağılmışdı. Tökdüm bir stəkan suyu belə qaba, suya alacağım. Biraz onu həm yuyacağım, həm də biraz bir damcı suyun içində uzun düydü deyə onu belə əlimizlə xış qarışdırmaq lazım ki, biraz şeyləsin, yumuşaltmaq şey tökməkdən qabaq, içliyə tökməzdən qabaq. Yox, yapışır düyülər. Gel bura. Ne evlendiriyorsun beni? Bu da belə. Bu da öz üçün biraz yumuşalsın. Sonra nə? Əti tökdük, düyünü tökəcəyim üstünə, soğan, sonra bu göyərtiləri. Qısa demədim, 2-3